Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Müqəddəs Quran-ı Kərimi yeni sadələşdirilmiş sürətli usulla anlama dərslərimiz davam edir. Burada Allaha təvəkkül edərək təkrarlanan cəmi 125 kəlməni öyrənməklə Quran-ı Kərimin 50% kəlməsini anlamağı hədəfləyirik. Artıq bu dərsimizdə inşallah 22-ci kəlməni də öyrənəcəyik. Bu dərsimizdə əl-cümlətül mənfiyyə, yəni inkar cümlələrində işlənən ön qoşmaları və ədatları öyrənəcəyik. İnkar cümlələri inkar isimli və feilli olmaqla iki növə bölünür. Müsbət cümləni inkara çevirmək üçün cümlənin əvvəlinə inkar ədadı qoyulur. Bu da özündə sonra gələn ya istər isim və yaxud feil olsun, onun qrammatik halını dəyişir. Lə yox deməkdir. İndiki və bütün zamanlarda qadağa, dəh üçün istifadə olunur. Quranda 811 dəfə təkrar olunur. Vəla, fəla, əla, əvəla, əfəla kimi rast gəlir. Ayətül Kürsün 2-ci ayəsi, Bəqərə surəsinin 256-cı ayəsi. Lə iqrahə fid-din. Lə yox. İqrahə məcburiyyət, fi dada şəkilsi din. Dində məcburiyyət yoxdur. Ləm feili keçmiş zamanda qəti şəkildə inkara çevirir və dilimizdə inkar şəkilsi olan feili bağlama məmiş kimi tərcümə olunur. 178 dəfə təkrarlanır. Vələm, əfələm, əvələm, əfələm kimi rast gəlinir. İxlas surəsi 3-cü ayə. Ləm yəlid və ləm yulad. Ləm yəlid doğmamışdır və ləm yulad doğulmamışdır. Mə Quran-ı Kərimdə 1009 dəfə təkrarlanır. Mə cümlədəki istifadəsindən asılı olaraq sual ədatı nə və nədir kimi keçmiş zaman və ya indiki zaman inkar formaya çevirən inkar bağlayıcısı olan deyil kimi və yaxud da o şey kimi tərcümə olunur. Quran-ı Kərimdə əfəmə, bimə, fəmməli, kəmə, ləmə, limə və bimə kimi rast gəlinir. Bu üç fərqli şəkillərin ayələrdə işlənməsinə baxaq. Yasin surəsi 15-ci ayə. Qalu mə əntum illə bəşəru misluna. Qalu dedilər, mə əntum. Əntum siz, mə deyilsiz. Siz deyilsiz illə başqa bəşərun. Bəşər, insan, misluna. Misli kimi, bizim kimi. Bizim kimi bəşərdən başqa bir şey deyilsiniz. Elə həmin ayələrin sonraki ayəsi və mə ənzələr rəhmən min şəy. Və mə ənzələ nazil etməmişdir rəhmən min damdan şəkilsidir. Şəy bir şeydən heç bir şey nazil etməmişdir. Qədr surəsinin 2-ci ayəsi. Və mə ədrakə mə leylətul qədr. Və mə ədrakə. Nə dərk edə bilərsən, nə bilərsən, sən bağlayıcısıdır. Mə nədir? Leylə gecə qədr. Qədr gecəsi nədir? Lən Quran-ı Kərimdə 59 dəfə təkrarlanır. Feili gələcək zamanda əsla qətiyyətlə olmayacaq kimi inkar hala gətirir. Vələn, fələn, ələn kimi rast gətirir. Klassik ədəbiyyatımızda da lən tərani ifadəsi Ərəb surəsinin 143-cü ayəsidir ki, yəni məni əsla görə bilməzsən. Kəf surəsi 67-ci ayə. Qalə İnnəkə lən təstətiə məiyə səbran. Qalə dedi, innəkə həqiqətən sən lən təstətiə
edə bilməzsən məiə mənimlə səbran birlikdə. Sən mənimlə əsla birlikdə səbr edə bilməzsən. Ləysə Quran-ı Kərimdə 47 dəfə təkrarlanır, ismi cümlələri inkar hala gətirir. Deyildir kimi tərcümə olunur. Nəcm surəsi 58-ci ayə. Ləysə ləhə min dunillahi kəşifə. Ləysə bilməz, ləhə onu edə bilməz. Min dunillah Allah'tan başqası kəşifə aşkar etmək. Burada kəşifə kəlməsinin İngilis və Rus tərcüməsini cədvəldə vermişik. Məqsədimiz də bu kəlməni göstərməkdə, tərcüməni verməkdə. Odur ki, Quran-ı Kərimin tam mənası ilə anlamaq üçün mütləq təfsir kitablarına müraciət etmək lazımdır. Kəlla, Quran-ı Kərimin 15 surəsinin 33 fərqli yerində əsasən kafirlərə xəbərdarlıq etmək üçün qəti şəkildə əsla xeyr anlamında rəddi bildirir. Təkasür surəsi 5-ci ayə. Kəlla, ləv təələmunə ilməl yəqin. Kəlla, xeyr, ləv, kaş ki təələmunə bilsəydiniz, ilmə, elmdir, elə sözü ilmə bilmək də deməkdir, yəqin. Ləmmə, Quran-ı Kərimdə 74 dəfə təkrarlanır. Bu ədəd indiki zaman feilindən əvvəl gələrək onu keçmiş zamana inkar şəklinə çevirir. Ət-Tariq surəsi 4-cü ayə. İn kullu nəfsi ləmmə əleyhə hafizən. İn kulli yoxdur, kulli nəfsi. Elə bir kimsə, bütün nəfslər, elə bir kimsə yoxdur ki, ləmmə olmasın, əleyhə üzərində, onun üzərində hafizan, nəzarət, bir nəzarətçi. Bu ayə ilə bugünkü dərsimizi tamamlayırıq. İndi isə öyrəndiklərimizi qısaca şəkildə təkrarlamağa çalışaq. Lə yox deməkdir. Ləm keçmiş zamanda yox deməkdir. Mə 3 forması var. Deməli, nədir? O şey ki və bir də deyil kimi tərcümə olunur. Lən feili gələcək zamanda qətiyyətlə inkara çevirir, yox deməkdir. Ləysə ismi cümlələri inkar hala gətirir, deyildir kimi tərcümə olunur. Kəlla qəti şəkildə əsla xeyr anlamında rəddi bildirir. Ləmma keçmiş zaman və da zamanı inkar şəkilə gətirir. Olmasın kimi. Bununla da dərsimizi sona çatdırdıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.